Kanalımı izleyen herkese salam, kanalıma hoş geldiniz. Bu günləri sizlərlə file bandana modelinin toxunma qaydasını bölüşəcəm. Üçgön model bu deməli iple istifadə edib toxuyacağım. Gördüğünüz kimi ipim həm zərlidir, həm biserlidir. İpimin markası isə bu. Eğer istəyərsinizsə siz də hər rəngini əldə edə bilərsiniz. Bu arada online dərslər keçirəm. Online dərslərim haqqında maraqlanan xanımlar direktə yazıb, ya Instagram'ın, ya TikTok'umun, fərq etmir, harda istəsəz direktə yazıb məndən ətraflı məlumat ala bilərsiniz. İndi isə keçək bandanamızı toxumağa. Deməli, bandanamızın forması üçkünc model olacaq. Bunun üçün ipimi yaxından da göstərim bu şəkildə. Öncə sehirli halqa edirəm. 3 nömrəli milçədən istifadə edirəm. Qızlar, milçəmin üzərində rəqəmləri pozulub deyə göstərə bilmirəm. Yəni nömrəsi 3'dür. Bu şəkildə sehirli halqamı edirəm. İpi sıxmadan toxuyuruq. İp əlimizdə gevşək şəkildə qalmalıdır, yüngül, yəni rahat. 3 zəncir çəkirəm. Gördüğünüz kimi zəncirləri də çox rahat, sıxmadan bu şəkildə. Milçəmin üzərinə ipi aldım. 1 ədəd ikili trabzan toxuyuram. Yenidən 1 ədəd ikili trabzan toxuyuram. Bu şəkildə 2 zəncir çəkirəm araya. Yenidən 3 ədəd ikili trabzan toxuyuram. Model ikili trabzanlar üzərində qurulur. Qızlar, bu şəkildə baxın. Yenidən ikili trabzan. Yenə 2 zəncir çəkirəm. 3 ədəd ikili trabzan daha toxuyuram. Bu şəkildə bitdi və ilk sıram bitdi, daha doğrusu sehirli halqamı sıxıram. Belə bir görüntü yaranır. 3 zəncir çəkirəm. Geri dönüş edirəm. Geri dönüşdə bu boşluğun içərisinə toxuyacağım. Dibinə yox, növbəti bu qarşıda gələn boşluğun içərisinə 3 ədəd ikili trabzan toxuyacağım. Videomu bəyənməyi, kanalıma abunə olmağı unutmayın. İnşallah yeni videolar bölüşəcəm. 3 ədəd oldu. 3 zəncir çəkdikdən sonra ilk boşluğumun içine 3 trabzan toxudum. 2 zəncir çəkirəm. Yenidən həmin boşluğun içərisinə 3 ədəd ikili trabzan toxuyuram. 1 2 və 3. Üçgənimin kənarları buralar olacaq qızlar. Araya 6 ədəd zəncir çəkirəm. Eğer daha qalın ip istifadə etsəniz, bunu 5 ədəd də çəkə bilərsiniz. Növbəti boşluğa baxın, burada digər boşluğum var idi. Onun içərisinə yenə də 3 ədəd ikili trabzan. İki zəncir və yenidən həmin boşluğa 3 ədəd ikili trabzan. Bu şekilde ikinci sıramı bitirdim. Yine 3 zəncir çəkəcəm. Geri dönəcəm. Baxın, geri dönüşlər belədir. İndi yenə də bu kənar boşluğa yenə 3 zəncirdən sonra 3 trabzan, 2 zəncir, 3 trabzan olacaq. Baxın, bu boşluğun içərisinə ipimi aldım. 3 ədəd ikili trabzan toxuyuram. 2 zəncir çəkirəm.
Yenidən 3 ədəd ikili trabzan toxuyuram. Yenə qızlar kənarı toxudum. 5 ədəd, 5 yox, 6 ədəd zəncir çəkirəm. 1 2 3. Əgər qalın iplə itsəniz 5 ədəd bəsdir. 3 4. Baxaq neçə çəkdik? 4 5 və 6. Bu boşluğumun içərisinə sıx iğnə ilə bağlayıram. Baxın bu şəkildə sıx iğnə toxuyuram. Yenidən 6 ədəd zəncir çəkirəm. 3 4 5 6. Və keçirəm bu boşluğa. Yenə də boşluğumun içərisinə 3 ədəd ikili trabzan. 1 2 3. Araya 2 zəncir çəkirəm. Yenidən 3 ədəd ikili trabzan toxuyuram. İlk baxışda qızlar, ilk sıralarda bu üçgən formasına oxşamır, heç oxşamır bu arada. Ancaq toxuduq qədər forma öz yerini alır. Yəni üçgən formanı alır. Fikir verirsiniz, heç üçgənə oxşamır bu. Amma toxuyan qədər bu hissələrdən böyüdük qədər burada bu şəkildə qalacaq incə. Yəni olacaq bu tam olaraq üçgən bir forma. İkinci sıramızda, daha doğrusu üçüncü sıramızda bitirdik. Baxın bu aralarda hər dəfə 6 zəncir, bura sıx iğnə, 6 zəncir, bura sıx iğnə. Yalnız bu boşluqlar ki var, kənar boşluqlar. Buralara 3 trabzan, 2 zəncir, 3 trabzan. İndi yenə geri dönəcəm. 3 zəncir çəkirəm. 1 2 3. Geri dönürəm. Baxın, yenə deyirəm, bu boşluqların içərisinə 3 ədəd trabzan toxuyuram. 2 zəncir çəkib yenidən 3 trabzan. 1 2. Gördüyünüz kimi əlimi də boş saxlayıram. Sıxsanız yığıla-yığıla qalacaq. Yaxşı olan deyil. 3 trabzan, araya 2 zəncir və yenidən 3 ədəd trabzan. 1 2 və 3. Bu şəkildə kənarı döndüm. Yenə 6 zəncir. 1 2 3 4 5 6. Zəncirləri də yüngül çəkirsiniz. Yəni sıxmadan çəkirsiniz zəncirləri də. 6 zənciri çəkdim. İndi bu boşluğumun içərisinə bir ədəd sıx iğnə toxuyuram. Yenə 6 zəncir. 1 2 3 4 5 6. Bir sonraki boşluğuma baxın. Buna toxudum. İndi bu boşluğa bir sıx iğnə də bura toxuyuram. Yenidən 1 2 3 4 5 6. Və yenə bu kənara, köşəyə yenə də 3 trabzan, 2 zəncir, 3 trabzan toxuyaraq davam edirik. Zərli ipdir deyə biraz toxunanda çətinlik verir adama. 1 2 3 trabzan, araya 2 zəncir və yenidən 3 ədəd trabzan. 1 2 və 3. Bu şəkildə qızlar 4-cü sıramızda bitirdik. Sıraları belə saya bilərsiniz. Bax 1 2 3 4. Gördüyünüz kimi bu aralar hər dəfə bu şəkildə olacaq. Hər dəfə bura 3 trabzan, 2 zəncir, 3 trabzan, 6 zəncir çəkib bura sıx iğnə, 6 zəncir, 1 sıx iğnə, 6 zəncir, 1 sıx iğnə. Yenə 3 trabzan, 2 zəncir, 3 trabzan. Bir sıra daha birlikdə toxuyaq. Ondan sonrasını artıq özünüz toxuyaraq davam edəcəksiniz. 3 zəncirimi çəkirəm. Geri dönürəm. Bura 3 trabzan. 1 2 3. Araya 2 zəncir və yenidən 3 ədəd trabzan. 1 2 3. 6 zəncir çəkirəm. 1 2 3 4 5 6. İlk gələn boşluğa batıb bir sıx iğnə. 6 zəncir. 1 2 3 4 5 6. Növbəti boşluğa baxın. Bu boşluğa toxudum. İndi buna toxuyacağam bir sıx iğnə. 6 zəncir. 1 2 3 4 5 6. Növbəti boşluğa gəldim. Bir sıx iğnə bura toxuyuram yenə. Oy oy oy, ilişdirdim ipimi. Bircə dəqiqə.
Baxaq görüm neynirik 2, 4, 6. Aha. Zəncirlərim sökülmür neysə ki. İpimi aldım köşeye yeniden 3 trabzan. 1, 2, 3, 2 zincir. Yeniden 3 ikili trabzan. 1, 2 ve 3. İpim ilişib kızlar, burada ipimi de açım. Görürsünüz ki artık formasını almağa başlayıb. Hər dəfə köşələrimizə 3 trabzan, 2 zəncir, 3 trabzan, 6 zəncir, 1 sıx iynə, 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 yenə 6 zəncir boşluğu doldurursunuz. Bu şəkildə qızlar, uzun təxmini 22 sıra, 20 sıra olana kimi toxuyacağım. Tam sıra sayını toxuyub bitirdikdən sonra sizlə də bölüşəcəm. İnşallah ora qədər toxuyaq, geri dönək. Bu şəkildə mən istədiyim boyuta çatana qədər uzatdım. Bu şəkildə gəlin, belə də göstəreyim əlimdə. Belə gözəl, səliqəli bir görüntü, kənarları da belə qızlar. Deməli, mən bunu toxudum neçə sıra? Gəlin birlikdə sayaq. Buradan sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 sıra. Toplam 17 sıra mənə görə yetərlidir. Əgər siz istəsəniz bunu 20 sıra, 22 sıra, yəni istədiyiniz uzunluq. Əgər şal eləyəcəksinizsə, nə qədər yəni uzunluqda istəyirsinizsə şal kimi də istifadə etmək üçün uzun edə bilərsiniz. Və mən ipim burada qalıb, kəsməmişəm. Bu ip qalacaq olduğu kimi qızlar, buradan davam edəcəm əslində. Amma digər ipimi götürürəm, bu qalan yumru topumu, onun orta hissəsindən ip çıxardıram. Belə qızlar, baxın, ip çıxardım içindən. Demək qızlar, bu ipi nə edəcəm? İlmə atıram ipimə. Axı biz bu üçgən şalımıza şey toxumalıyıq da, zəncirlər toxumalıyıq. Yəni bu hissədən atmalar eləməliyik ki, başımıza və yaxud belimizə bağlayanda bağlamağa yerləri olsun. İndi isə nə edirik? İpim qalan tərəf yox qızlar. Baxın, buranı hələ buradan davam edəcəm. Bura yox. Digər tərəfdən tam olaraq baxın, bu 3 trabzan, 2 zəncir, 3 trabzan. Buradan ipimi möhkəmlədirəm. Bu şəkildə ipimi alıb çıxdım. 50 ədəd zəncir çəkəcəm. 2, 3, 4, 5. Bu şəkildə toplam 50 ədəd olana qədər. 50 ədəd zəncirimi çəkdim. Belə də göstərim qızlar zəncirimi. Baxın, bu tərəfdən bağlayıb kəsdim. İndi isə bu ipi kəsirəm. Belə. Bu şəkildə ipi kəsdik. Bu zəncirlər burada qalır. Keçirik digər tərəfə də. İpimiz qalmışdı zaten digər tərəfdə. İpimizi keçirdirik ilməyə. 50 ədəd zəncir də bu tərəfdə çəkirik. 1, 2, 3, 4, 5. Bu şəkildə 50 olana qədər davam edir. 50 zəncir də digər tərəfdə çəkdim. Baxın, bu tərəfdə də 50 zəncirim oldu, bu tərəfdə də. İndi isə bir sıra sıx iynə sırası toxuyuruq. Buradan qızlar, bura qədər hərəsinə bir ədəd, hər zəncirimə bir sıx iynə toxuyaraq davam edirəm. Baxın, ilk başdakı zənciri atlayıram, bir sonraki zəncirimə batıb ipi alıb çıxdım. Bir sıx iynə. Bir sonraki zəncirimə. Bu şəkildə qızlar, bura qədər gələk sıx iynələrimizi. Bu şəkildə sıx iynə sırası artıq hazırdır. Gördüyünüz kimi indi gəlib çatdıq bandanamızın üzərinə. Bu hissəni keçənə qədər baxın. Tam bura batıram, bir sıx iynə. Yanındakına batıram, bir sıx iynə. Boşluğuma bir sıx iynə. Bir sonraki trabzan başına bir sıx iynə. Hərəsinə bir sıx iynə toxuyuram aralığa gələnə qədər. Gəldim çatdım bu boşluğa qızlar. Bu boşluğun içərisinə əgər əliniz sıxdırsa 3 ədəd, əgər əliniz boşdursa 2 ədəd sıx iynə toxusaz yetərlidir. Baxın bu şəkildə. 2 sıx iynə. Mən 2 sıx iynə istirəm edim. Çox etsəm bu hissəsi çox belə geniş yayılıb duracaq. Ona görə 2 sıx iynə bu araya edirəm boşluğa. Bir sıx iynə də burada birləşdirmə elədiyim sıx iynəmin başına. Baxın belə. Yenə bir sonraki baxın boşluğa 2 dənə sıx iynə boşluğun içinə toxuyacağım. Yenə deyirəm, əgər istəsəniz siz 3 ədəd sıx iynə edə bilərsiniz.
Mən bu hissəni daha yığcam olmağını istədiyim üçün boşluqlara 2 sıx iynə, bu aradakı sıx iynənin başına 1 sıx iynə toxuyuram. Yenə boşluğun içərisinə 2 ədəd sıx iynə. Sıxmırıq qızlar, bu boşluqlara toxuyanda sıx iynələri yüngül toxuyuruq. Aralığa da 1 sıx iynə. Belə göstərim. Əgər toxuyanda, baxın məndə normal qalır. Əgər toxuyanda bunlar belə buruş-buruş yığılıb qalarsa, aralıqlara 3 sıx iynə toxuyun. Mənə görə normaldır və ona görə mən elə 2 sıx iynə ilə davam edəcəm. Bura qədər gələk. Sona qədər gəldim qızlar. Gördüyünüz kimi məndə heç bir yığılma, dartılma olmadı. Əgər sizdə bu belə yığılıb qalarsa, yenə deyirəm, hər boşluğa 3 ədəd toxuya bilərsiniz. Bu şəkildə mənim əlimə görə çox da qəşəng alındı. İndi isə nə edirik qızlar? Burada son zəncirlərimiz qalıb. Bayaqları bura möhkəmlətdiyimiz zəncirlər. Onların da üzərinə sıx iynələr toxuyaraq sona qədər gedirik və artıq bandanamız hazır olur. Bu şəkildə qızlar sona qədər toxuyaq. Hər ilməmizə 1 ədəd sıx iynə. Bu şəkildə bu hissəni də bitirdim. Bir zəncir çəkirəm və ipimi kəsirəm. Bu qısa ipləri hər ikisini bir-birinə düyünləyirəm öncə. Səliqəli bir şəkildə bağlayın qızlar, sıxıb pis günə qoymayın. Səliqə ilə bağlayırsınız və tərs tərəfə doğru, bu şəkildə arxa tərəfə doğru qızlar baxın. Hörüklərin aralarından keçiririk səliqəli bir şəkildə. Hər iki qısa ipi də tərs tərəfə doğru yürütürük. Bir neçə yerdən belə yürütdükdən sonra ipi kəsəcəm. Bir başqa yerdən də alırıq ipimizi, çıxırıq. Bitdi. Və qalan qısa iplərimi kəsirəm. Bu şəkildə bunu da kəsdik. Və bitdi qızlar. Bu şəkildə artıq bandanam hazırdır. Əgər videomu sona qədər izlədinizsə, bəyənməyi və kanalıma abunə olmağı unutmayın. İnşallah yeni videolar gələcək. Düşünürəm ki, çanta videoları falan da bölüşüm səhifəmdə. Bu şəkildə qızlar bandanam hazırdır. Və iplərimin də 50 zəncirlə toxudum. Siz istəsəz 60-70 zəncirlə də iplərini toxuya bilərsiniz. Hələlik sağ olun.